Oturacaqları AD 14 və BC 6 olan, yan tərəfi AB 4 kökatlı 5 olan ABCD bərabər yan trapesiyasının sahəsini tapın. Trapesiya çəkək. Bu trapesiyanın deməli bir oturacağı 14'dür, digər oturacağı 6, yan tərəfi də 4 kökatlı 5 olarsa, biz əgər hündürlük seçsək, əgər 2 dənə burada 6 alınar, 14'dən 6 çıxanda 8 qalır. 8'i də yarı bölsək, 4 burada, 4 də burada alınır. Deməli, bizə lazımdır trapesiyanın sahəsi. Bunun üçün biz burada hündürlüyü tapaq. Hündürlüyü tapmaq üçün Pifagor teoremindən istifadə edə bilərik. 4 kökatlı 5 hipotenuzdur. Kvadratından çıxsaq 4'ün kvadratını alaraq, deməli 16 vurulsun 5, çıxılsın 16. Bu da eləyər 4'dən 16, yəni 64. 64 isə 8'in kvadratıdır. Yəni bu olacaq 8. Hündürlüklər, deməli hündürlük bildik 8'dir. Oturacaqlar 6 və 14 olduğu üçün sahəni tapmaq üçün biz oturacaqların cəminin yarısını, yəni 6 plus 14'ü bölürük 2'yə, vururuq 8'ə. Cavab deyir 20'nin yarısı vurulsun 8, yəni 80.